Salam bir daha dostlar. Deməli yeni bir video paylaşdım. Həvəs olmuşam. Dedim burada da biraz dəyişiklik eləmişəm. Onları da çəkim göstərim sizə. İnşallah bu videomu da bəyənərsiniz. Deməli buradakı pəncərəyə də hələ ki günəş tam isinməmiş, yandırmamış. Belə yığmışam. Belə göstərim sizə. Burada nələri yığmışam. Burada belə bir göstərmişəm sizə bu nə idi? Çətir gülü. Ondan belə 2 budaq vardı məndə. Onu əkmişəm, kök atmışdı. Əkmişəm belə bir balaca qabda bitsin. Sonra burada məndə var geran növüdür bu. Qabını dəyişmişəm. Belə çiçək açmışdı, qəşəng. Artıq çiçəkləri quruyurlar. Belə yarpağına da əl dəyən kimi belə qəşəng bir iyi yayılır. Deməli, onu da qabını dəyişdim, qoydum hələ ki burada pəncərənin qabağına. Sonra belə bir geranım da var. Burada 3 rəngdə var. Bunu qışda da çöldə qaldı, xarab olmadı. Deməli, bunların qışda da çöldə qala bilirlər. Və yağışın altında da çox qaldı. Nəsə, gördüm belə bir düyməsi var üstündə. Gətirdim evə ki, çiçək açan vaxtı evdə görüm. Ona görə bura qoydum pəncərəyə. Sonra bu kalonşodur. Bu da mən xanımdan alanda dedi ki, bunları başın kəsmə. Əslində belə bu görürsüz, burada hava kökləri var. Bilməm görsənir ya görsənmir. Dedi kəsmə, ola bilsin ki, çiçək açdı. Amma hələ ki heç bir çiçək falan yoxdur. Belə bir dayaq da qoymuşam, üzü uzanır. Sonra bu kalonşom da var. Bu da buradadır. Heç bir çiçək falan, heç bir şey yoxdur. Nəsə pasiv böyüyür. Sonra bu nəzər gülümdür. Bu da bir dəfə çiçək açıb, sonra çiçək açmadı. Belə yarpağa verir. Hələ ki yarpaq böyüdür. Yəqin ki tam günəş alsa çiçək açar. Sonra burada mənim 2 qab neydi bu? Krasula. Pul ağacı gülümdür. 2 qaba əkmişəm. Əslində bunu çöldə saxlamaq istəyirdim. Nəsə indi evdə gəlib düşüb. Yəqin ki dəyişərəm, qoyaram çölə ki görüm çöldə necə böyüyəcək. Amma bu içəridə olan maşallah qəşəngdir. Sonra bu bayaq göstərdiyim kalonşodan. Bunun çiçəyi çox qəşəngdir. Mən ona görə bunu axtardım, tapıb aldım. Qəşəng belə salxım kimi çiçəkləri olur. Ona görə sevdiyimə görə 2 qaba əkmişəm. Sonra burada da 3 rəng belə kalonşom var və bunların yarpaqları da fərqlidir. Baxın, bunun yarpağı belədir. Yəqin ki bu növdəndir. Bu klassik olan hamıda olan növündəndir və bunun da yarpaqları fərqlidir. Sonra belə bir sukulentim də var. Bunu da çox bəyənirəm. Bu məndə nə vaxtdandandır. Bunu o qabdan o qaba keçirdirəm. Hələ ki böyüdə bilmirəm. Amma bu yaşıl olanlar yeni çıxan yarpaqlarıdır. Bu da mənim nəzər gülümdür. Baxın. Bu da maşallah qəşəngdir. Bu yeni çıxanlarıdır. Burada da belə qabda belə hamısından demək olar ki bu nə idi bunun adı? Ay Allah. Yadımdan çıxıb adı. Ondandır. Hər yeri əkmişəm bundan. Sonra bu da fərqli bir şeydir. Bundan mən bir balaca bir şey idi alıb əkəndə. Maşallah indi yayılıb. Mən bundan başqa bir yerə də artırmışam. Sonra orada aninium var. Baxın. Belə bir sukulent var. Nə bilim kaktuslar falan. Belə böyük qab olanda əlimə keçənləri atıram ki, orada artsınlar, çoxalsınlar. Və sizə göstərim. Deməli o böyük qabı mən o kaktusları yadınızda hamısını ayrı-ayrı qablara əkmişdim və yerim olmadığına görə onları birləşdirdim hamısını bir yerə ki hələ ki orada qalsınlar, bitsinlər. O kaktusu da çox bəyənirəm. Saça oxşayır üstündə tüklü. Burada demək olar ki hamısı kaktuslardır. Belə nərgiz gülünü də gətirdim, qoydum ora. Artıq çiçək mövsümü getdi. Orada yuxarıya da belə görürsüz yığmışam kaktuslardır. Sonra o sukulentlərdir. Onlar müvəqqəti qoymuşam o sukulentlər ki, biraz günəş alsınlar. Sonra burada belə bir krasulam var. Bu yarpağı xırda olan növündəndir.
Bu da leş kaktusdur. Onu da burada belə qoymuşam asılqan qabdakı, oradan özü böyüsün, qəşəng formada çiçək açsın. Belə dovşan qulağı kaktusumdur. İkisini bir qaba keçirtmişəm. İnşallah onları mən Allah qismət eləsin kəndə aparacam. Orada tamam artıracam. Çox qəşəng planlarım var. İnşallah ki yerinə yetər. Və burada şirik qulağım var. Bunu da gətirdim. Qabın daha doğrusu dəyişmişdim. Sonra xoşuma gəlmədi, götürdüm bir də dəyişdim. İnşallah ki tutar. Və o satışa qoyduğum begoniyalar bunlardır. Bunu satmıram. Bu onsuz da tələf olub gedənə oxşuyur. Yəni onu mən heç kimə sata bilmərəm. Amma bunu istəyənlər də bilməsinlər ki, bu da xarab olub. Bu xarab falan olmayıb. Görürsüz? Maşallah. Yarpaqları hamısı qaydasındadır. Sadəcə olaraq mən görürəm ki, bu güllər həssasdır. Suyudur, nə bilim, baxımıdır, vaxtında istəyir. Ona görə də mən bilirəm ki, gecə tezi onlar xarab olacaq. Yəni mən onlara baxa bilməyəcəm. Ona görə yəni bu işlə məşğul olanlar var ki, məsələn artırırlar, satırlar. Onlar ala bilərlər. Yəni elə özləri böyüdə bilərlər. Hələlik bu qədər. İstədim buranı da göstərim sizə. İnşallah videomu bəyənməyi, dediyim kimi kanalıma abunə olmağı unutmayın. Hələlik sağ olun.